Hər birinizi salamlayırıq 3 qat iplik verilişində. Mən Zaur. Və mən Xəyalə. Sizi bugünkü verilişimizdə xoş gördük. Hər bir verilişdə biz ailə münasibətlərinin bir çox mövzularını araşdırırıq və bu günlərdə həmin o mövzulardan ikinci hissəyə keçirik. Bu ailə münasibətlərdə valideynlərlə övladların, yeniyetmə övladların arasında olan münasibətləri danışacağıq və doğrudan da bu dəqiqə, bu verilişdə biz o münasibətlərin xırdalıqlarına keçəcəyik. İlkin birinci verilişdə biz Allahın evladlara olan münasibətlərində və itaətsiz övladların valideynlərə olan münasibətləri haqqında danışdıqsa, indi isə bu münasibətlərin dərinliklərindən keçəcəyik və biz istəyirik ki, bir çox insanlar bunu anlasınlar. Valideynlərlə və yeniyetmə övladların arasında münasibətlər düzəlməsə, cəmiyyətə doğrudan da şikəst bir övladlar ortaya çıxacaqlar. Və biz də bunu istəmirik. Həqiqətən də istərdik ki, hər bir ailədən çıxmış bir övlad gələcəkdə hansısa bir mütəxəssis, hansısa bir Rəbbin balası və xidmətçi olsun. Rəbb bu işdə bizə xeyir-dua versin və bu verilişdə həqiqətən də maraqlı mövzuya biz toxunacağıq. Xəyələ, həqiqətən də biz istəyirik ki, valideynlər və onların yeniyetmə övladları ilə olan münasibətləri gözəl olsun. Sən bu haqda nə fikirləşirsən? Mən deməli yeniyetmələrin elədiyi günahlar haqqında danışacağam müasir dünyada. Deməli müasir dünyada yeniyetmələr bəzi günahlara şirnikləşirlər. Məsələn, və həmin günahlardan onlarda asıllıq yaranır. Məsələn, mən misal çəkə bilərəm sizə, çox təəssüflə demək istəyirəm ki, indiki zamanənin deməli təhlükəli mi deyim, yoxsa bilmirəm buna mən necə ad verim, amma indi bizim müasir dövrdə uşaqlara ən çox, yeniyetmələrə ən çox təsir edən faktorlardan biri televizordur, sosial şəbəkələrdir, internetdir. Yəni bütün bunlar bilavasitə uşağın həyatına, yeniyetməyə çox böyük təsir edir. Və həmin uşaq artıq bütün bunlara baxdıqca, bütün oradakı pislikləri götürdükcə onların uşaqların ürəyi həmin pisliklərlə dolur və onların gözləri uşaqların vaxtından qabaq pisliyə açılır. Dünyaya və pisliyə uşaqların gözləri açılır. Onlar başlayır ata-analarına itaətsiz olmağa, ata-ananın sözünə baxmırlar, deməli dikbaş olurlar, itaətsiz olurlar, söyüşkən olurlar, ağızlarında söyüş yaranır, dalaşmaq istəyirlər onu ilə, bunu ilə və çünki bütün bunlar onlar üçün əlçatandır. Yəni bu dəqiqə elə bir ailə yoxdur ki, orada internet olmasın, elə ailə yoxdur ki, orada sosial şəbəkələrə açıq bir yol olmasın. Yəni bu dəqiqə elə ki, dövrün qanunu mudur deyim, nədirsə. Hər bir evdə televizor var. Bəli, yayılıb və bunun qabağını həqiqətən də almaq olmur. Bu daha da inkişaf edir get-gedə və bu dünyadakı uşaqlar, dünyadakı yeniyetmə uşaqlar hamısı elə bir ki, bütün bu günahın içinə girirlər, daxilinə girirlər və özlərindən asılı olmayaraq onu ilə yaşamağa başlar və bu günahlar elə bir ki, uşaqların həyat tərzinə çevrilir. Mən deyərdim ki, elə uşaqlar da var ki, mən imanlı ailələrdən danışıram. Uşaqları həmin ailələr, imanlı valideynlər balacalıqdan uşaqlarının ürəyinə Allah qorxusu, Allah sevgisini yeridirlər, Allah sevgisindən, məhəbbətindən, Allahın nə qədər xeyirxah, mərhəmətli olduğundan danışırlar və bütün bunlar həmin uşaqların ürəyində kök salır. Və imanlı uşaqlar, imanlı ailədə böyüyən uşaqlar, həmin məhsin tərbiyəsində böyüyən uşaqlar, təlimində olan uşaqlar bu dünya uşaqlarından tamam fərqli olur. İstər yeniyetmə uşaq olsun, istər balaca uşaq olsun. Onlar bu dünyanın getdiyi yolla, yəni bu indiki dövrün yeniyetmələrin getdiyi yolla getmək istəmirlər. O istəkləri eləmək istəmirlər. O yolla getmək istəmirlər. Çünki onlar bilir ki, bu yolun sonu yoxdur. Bu yolun sonu ölümdür və bu heç də yaxşı bir nəticə ilə nəticələnməyəcək. Deməli,
bir problemi də demək istəyirəm indiki uşaqlarda. İndiki uşaqların gözləri tez açıldığından onlar daha çox sərbəstliyə meyilli olurlar. Yəni vaxtından tez, yaşlarından tez sərbəst olmağa çalışırlar. İstəyirlər ki, onların öz ayrıca otaqları olsun, öz şəxsi pulu olsun, öz şəxsi əhatəsi olsun. Onların götür-qoyu dəyişir, həyat tərzi dəyişir, ətraf mühitə baxışı dəyişir o insan, uşaqların və mən bəzi valideynlərə demək istəyirəm ki, çox yaxşı olar ki, bu dövrdə öz uşaqlarını nəzarətsiz buraxmasınlar. Çünki ani bir məqamda, ani bir anda onlar əgər uşaqlarını nəzarətsiz buraxsalar, uşaqların həyatı heç yaxşı nəticələnməyəcək. Yəni onlar birbaşa uşaqlarının həyatında iştirak eləməlidirlər və uşaq da kənardan bunu çox gözəl görür. Görür ki, valideynləri, ata-ana hərəsi bir işlə məşğuldur. Hərəsi səhər gedib axşam gəlirlər, hərəsi bir iş dalınca qaçır, pul qazanmağı fikirləşirlər və uşaqlar nəzarətsiz qalır. Uşaqlara fikir verən olmur. Ona görə də uşaqlar, iblis də bu an yatmır və uşaqların ürəyinə rahat yol tapır. Və həmin uşaqlar artıq pis yola düşə bilərlər. Əgər uşaqlar nəzarətsiz qalsa yeniyetmələr və yeniyetməli dövrü çox əsas dövrdür uşaqların həyatında. O dövrü həqiqətən də çox nəzarət lazımdır və nəzarətsiz qalanda və uşaq bunu görür ki, valideynin başı qarışıb ona nəzarət eləmir, bir anlıq tərbiyədən kənarlaşır, qıraqda qalır və bu zaman həmin uşaqlar valideynə bir nümunə kimi baxmırlar və artıq uşaq başlayır ata-anasında hansı səhvləri axtarmağa. Sən nə haqda deyərsən? Bu haqda nə deyərsən Zaur? Maraqlı bir yerə toxundun ay Xəyalə. Çünki əgər valideynin başı işə gücə qarışırsa, biz bunun şahidi özümüz də belə olmuşuq. Çünki bizim də övladlarımızın ikisi, yəni qızlarımız artıq böyükdür. Böyük qızımız artıq 17 yaşı var və kiçik qızımızın da 13-14 yaşına keçib artıq. Maraqlıdır ki, mən bu şeyi müşahidə eləmişəm. Çünki bizim də başımız bəzən xidmətlərə qarışır. Biz də, mən məsəl üçün, başqa yerlərə gedirəm, müjdə verirəm və yaxud Allahın sözünü söyləyirəm, vaaz eləyirəm. Amma bir anın içində mənim yadımdadır ki, mən birdən-birə dayandım və baxdım, gördüm ki, böyük qızım elə bil ki, mənim əlimdən çıxdı. Və əlimdən elə bil ki, çıxdığından mən elə düşündüm ki, artıq onu mən təzədəndən qaytara bilməyəcəm. Niyə? Çünki mənim onunla söhbətim artıq neçə vaxt idi ki, yox idi. Mən artıq onunla çoxdandır ki, söhbət eləmirdim və dərdləşmirdik. Bir yerdə hansısa bir mövzunu araşdırmırdıq. O gəlib hansısa problemini çoxdandır ki, mənə heç nə demirdi. Və birdən-birə bir də gördüm ki, onun başını problem alıb. Düzdür, elə problemlər var ki, biz onları açıq-aşkar deyə bilmərik, amma qız uşaqlarında 16-15 yaşlarında o sevgi macəraları olur. Və istəyirlər ki, onlar başqa bir insanla sevgi yaşasınlar, bir-birlərini sevsinlər. Mən bunu anlayıram, məktəblərdə, universitetlərdə bunlar normaldır, bu hadisələr baş verir. Amma həmin anda çox vacibdir ki, yanında məsləhət verə biləcək bir insan olsun, dost olsun. Bu həm ata da ola bilər, ana da ola bilər və yaxud böyük bacı, böyük qardaş ola bilər. Amma çox vaxtı ana ya ata ola bilər. Niyə? Çünki qardaş da öz düşüncəsi ilə danışa bilər, amma onun o təcrübəsi yoxdur. Həmin vaxtı əgər ata, valideyn həmin anda nəzarətdən buraxsa, sən gözəl vurğuladın, nəzarətindən bunu buraxsa, o elə bir insanla dostluq eləyər ki, o onu pis günə qoyar. Və ona elə məsləhət verər ki, sabahları o nə ataya, nə anaya müraciət eləmək belə istəməz. Və həmin evladı biz itirə bilərik. Çox ehtiyatlı olmaq lazımdır. Çünki bu 15, 16, 17 yaşlar çox spesifik bir yaş həddidir. Həmin yaş hədlərində uşaq çalışır öz düşüncəsinə uyğun yaşamağı. Niyə? Ona görə ki, o da bir insandır. Artıq xasiyyəti də formalaşır, bir şəxsiyyət kimi formalaşır və o istəyir ki, onun, belə deyək də, fikirləri ilə biz razılaşaq,
onun fikirlərini biz qəbul eləyək, onu bir şəxsiyyət kimi qəbul eləyək. Bəli, bunlar normaldır. Mən hətta elə valideynlər tanıyıram ki, hansılar ki, övladlarına artıq o yaşlarda əl qaldırır. Çox pis şeydir bu. Düzdür, müqəddəs kitab bizə deyir ki, yəni kötək lazımdır uşağa, onun xeyri üçündür. Onu ölümdən qurtararsan. Bunlar anlaşılır. Amma mən başqa tərəfi deyərdim. Yaxşı olar ki, kötəkdən daha çox vaxtında, yəni o problem gələnə kimi ata və yaxud ana o problemi qabaqcadan görsün, hiss eləsin ki, övlad artıq yana gedir, yəni Allahdan uzaqlaşır, sönmək üzrədir. Onun artıq marağı Allahın sözünə yox, başqa şeylərədir. Bayaqları gözəl bir misallar çəkdim. Televizordur, internetdir, telefondur. Bugünkü gündə mən fikir verirəm ki, bunlar sosial şəbəkələrdir. Bunlar yeniyetmə və yeni nəsli çox aparır. Mən razıyam, söhbət ondan getmir ki, bunlar pis bir şeydir. Amma həmişə iblis hansısa bir yaxşı bir şeyi pisə çevirir. Axı internetin nə qədər gözəl bir vasitələri, gözəl bir şeyləri var. Maraqlı başqa şeydir. Həqiqətən də, əgər övlad Allahın sözünü rədd edirsə, sən ona lazımlı tərzdə tərbiyəni verməyə çalışırsan, amma əgər övlad o sözü rədd edirsə, müqəddəs kitab Süleymanın məsələləri 13-18-də bizə belə deyir ki, tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər. Yəni, o insanın da vaxtı gələcək ki, özü də hörmətdən düşəcək. Əgər o valideyni hörmətdən salırsa, ona əks gedirsə və onun sözünə qulaq asmırsa, vaxtında bir dost kimi çalışan valideyn hansı ki, onu ölümdən qurtarmaq istəyir. İstəmir. Niyə? Çünki biz həqiqətən də görmüşük bunu. Biz xəbərlərdən də eşidirik ki, yeniyetmələr pis yola düşür. Narkotika və yaxud düşürlər elə bir insafsız və belə deyək, azğın bir insanın əlinə və o insan onların həyatını pis günə qoyur. Bəlkə də uşaq bizdən nəyisə gizlədir, gizlincə harasa gedir. Kimlərlərsə bir yerdə onlar vaxt keçirirlər. Amma sən bir valideyn kimi əgər bu haqda maraqlanmırsansa, uşağın harda olmağı haqqında maraqlanmırsan, onun dərdinin nə olduğunu bilmirsənsə, o valideynin birbaşa vəzifəsi odur ki, o uşağı haqqında maraqlanmalıdır. Düzdür, bəzən də elə şeylər olur ki, biz istəyirik maraqlanaq, amma uşaq bizdən qaçır. Mən hətta elə bir uşaqlar da görürəm ki, hansılar ki, tənhalığa qaçır, tək olmaq istəyirlər. Girir otağa, otaqdan bayıra çıxmır. Qapanırlar özlərinə, girirlər telefona və o telefonda nələrəsə də baxırlar. Amma bu da düz deyil. Bu düz deyil. Sən nə fikirləşirsən bu haqda və bu vəziyyətlərdə biz nə edə bilərik? Mən deməli, valideynin bir o uşağına qarşı münasibətlərindən danışacağım. Nə barədə? Valideyn övladı ilə necə əlaqə yarada bilər? Valideynlərlə deməli yeniyetmələr arasında münasibət necə olmalıdır? Yəni sən uşağa bu vəziyyətdə hansısa həvəsləndirici kəlmələr deyə bilərsən, amma bu yetəri deyil. Yəni sən uşağa qarşı səbirli olmalısan, sən uşağa qayğı göstərməlisən, sevgi, məhəbbət göstərməlisən ki, sən uşağı təzədən qazanasan. Və deməli uşağı qazanmaq üçün ilk növbədə uşağa etibar etmək lazımdır, mən deyərdim. Necə ki, biz, valideynlər, imanlı ailələrdən gedir söhbət, hansı ki, Rəbbə biz imanımız var, inamımız var, Rəbbə etibarımız var. Eləcə də biz uşaqlarımıza etibar etməyi bacarmalıyıq. Yəni, inanmalıyıq və o uşaq da hiss eləməlidir ki, biz ona etibar edirik, inanırıq ki, o heç bir pis iş görə bilməz, o heç bir pis addım ata bilməz Rəbbə qarşı, ata-anasına qarşı və o uşaq da görəndə ki, biz ona etibar edirik, güvənirik, o bu güvən hissini gördükdə, hiss elədikdə artıq uşaqda ata-anasına qarşı o münasibət dəyişir. Və o daha da başlayır ata-anasına bağlanmağa, daha da mehribançılıq göstərməyə başlayır və uşaq deməli
o güvən münasibəti artdıqca deməli valideynlə o övladın arasındakı o bağlar daha da möhkəmlənir və qırılmaz olur. Və bu güvən cücərtiləri get-gedə böyüdükcə uşaq artıq siz öz övladınızı qazanmış olursunuz və deməli uşaqlarla münasibətdə mən çox vaxt öz uşaqlarımla da münasibətdə belə bir sözlər işlədirəm ki, çalışın çox rəfiqəniz, dostunuz olmasın. Yəni ürək sirlərinizi hər adama danışmayın. Bizim Rəbbimiz var. Biz imanlı ailəsiyiksə əgər biz dizimizi qoyub hər birimiz ürəyimizi rahatlıqla Rəbbə boşalda bilərik. Yəni nə dərdimiz, nə problemimiz, nə sirrimiz varsa, nə çətinliyimiz varsa, biz Rəbbə etiraf eləməliyik ki, yəni mən o sözləri uşaqlarıma başa salıram ki, çalışın rəfiqədən də çox İsa Məsihə Rəbbimizə etibar edin, ona güvənin, ona deyin dərdinizi və o hər bir şeydə sizə yol göstərəcək. Əgər hansısa bir çətinliyiniz varsa, qorxmayın. Düşün Rəbbin ayaqlarına. Bizdən də çox o sizi sevir. Mən deyirəm ki, yəni ata-ananın sevgisi böyüdür, amma bizdən də çox Rəbbin sevgisi bizə qarşı böyüdür. Və uşaq da bunu hiss eləməlidir, bilməlidir həyatında ki, özünün münasibəti olmalıdır. Bəli, o münasibət yaransın və onun etibarı daha da artsın həm Rəbbə, həm ata-anasına. Və onda mən bayaq demişdim ki, artıq uşaq bəzi şeylərdə ata-anasını nümunə kimi görmür və başlayır onda səhv axtarmağa və biz oturub uşağı başa salsaq ki, əslində bu söhbət necə olmalıdır, bu münasibəti necə yaratmaq lazımdır, onda uşağın fikir düşüncəsi, baxışı dəyişir hər şeyə və o əvvəlki vəziyyətinə dönür. Yəni biz yavaş-yavaş get-gedə uşağı artıq Rəbdə qazanmış oluruq. Amin. Həqiqətən də mən bir yerə də istəyərdim toxunmaq. Bu demək olar ki, bir çox ailələrdə yoxdur. Mən müşahidə eləyəndə görmüşəm bunu. Görmüşəm ki, atalar öz övladları ilə dost olmur. Analar öz qızları ilə rəfiq olmur. Əməkdaşlıq olmur. Birgə hansısa bir iş görmək istəmirlər. Bu da ondan irəli gəlir ki, sən gözəl bir yerə toxundun, etibar eləmirlər. Valideyn uşağa etibar etmir. Yəni, valideyn uşağa etibar etməyə başlayandan uşaq hiss eləyəcək ki, baxma da artıq 15 yaşı var, 16 yaşı var. Bu ən azından valideynin hərəkətindən, ona qarşı olan münasibətindən tutur ki, valideyn ona etibar edir. Elə işləri tapşırır ki ona, hansını ki böyüyə tapşırmalıdır. Və hətta ona müraciət də belə eləyəndə tez-tez bu sözləri demək lazımdır ki, artıq sən böyüksən. Artıq mən olmayanda bu evdə sənsən. Sən artıq bu ailənin böyük. Məsəl üçün biz qızımıza da bəzən deyirik, indi də məsəl üçün bir çox hallarda biz özümüz evdə olmayanda tapşırırıq işləri böyük qızımıza və deyirik ki, biz olmayanda sənsən. Və kiçik qardaşıva da, bacıva da sən böyüklük elə. Sən həmin vaxtı lazım olan, əgər görürsən ki, özünü yaxşı aparmır, həmin vaxtı ya ata ilə, ya ana ilə və yaxud Allahla qorxuda bilərsən ki, özünü yığışdır. Yəni, belə bir işləri tapşırdıqca yeniyetmə övlada, həmin övlad da hardasa bu məsuliyyətli olmağa başlayır. Özündə o məsuliyyəti görməyə başlayır. Və bu da sabahları ata evə gələndə o gəlir atasına danışır hər şeyi. Və başlayır bütün evdə olan söhbətlərindən hər şeyi başlayır danışmağa ki, məsəl üçün, tutaq ki, bizim oğlumuz da Habil özünü axşam yaxşı aparmırdı. Yəni, gəlirsən və o da artıq sənin köməkçindir evdə. O da artıq məsuliyyəti də hiss etdiyindən, ona etibarın olduğunu hiss etdiyindən və özü də vacib bir insan olduğu üçün, valideynləri üçün vacib olduğu üçün bunu hiss eləyir. Bir övlad olaraq o da hiss eləyir ki, hə, mən də lazımam. Mən də nəyəsə gərəyəm. Mən də hansısa bir iş düşəndə valideynlərin mənə ehtiyacı olur. Sözsüz, bunlar yaxşı bir şeylərdir və övladı da formalaşmaqda kömək eləyir. Övlad həm ağılda, hikmətdə, müdriklükdə görəndə ki, məsələn, nəsə alınmırsa, gəlir məsləhət alır. Papa, mən necə eləyim bunu? Axı, o mənə qulaq asmadı. Mənim yadımdadır bir dəfə qızım gəldi və onun məktəbdə olan rəfiqəsi ilə belə bir yüngülvari problemi yaranmışdı. Çünki o rəfiqə etdiyi bir qızla
o dostluq elədiyi bir qız idi. Amma başqa bir rəfiqəsi ona yaxınlaşıb qayıdıb deyib ki, sən mənimlə rəfiqə eləyən o qızı məndən belə deyək də ayırdın. Amma problem onun özünün deyildi ki, o rəfiqəsi öz rəfiqəsindən ayrılıb gəlib qızımızla dostluq eləyirdi. İndi qız da qalıb, Məryəm də qalmışdı belə bir vəziyyətdə ki, bilmir neynəsin. Axı bu vəziyyətdə məsləhət lazım idi ona. Və özü gəlir, məsləhət alır bizdən ki, bu vəziyyətdə neyniyim? Və mən də ona gözəl məsləhət verdim ki, dedim ki, qızım, get birinci o qıza başa sal ki, əgər sizin aranızda hansısa probleminiz varsa, özünüz həll eləyin o problemi. Məni bura niyə müdaxilə eləyirsiniz? Mənim bu insanla əgər dostluğum varsa, onun sizin aranızdakı dostluğa nə maniyə var? Qoy sizi səninlə də dostluq eləsin. Amma bu məsələni araşdır ki, bu məsələ sənə də təsir etməsin. Çünki bu sənə də təsir eləyir və sən də narahat olursan. Sən narahat olanda mən də narahat oluram. Bu şeyləri demək lazımdır övladlara. Ki, mən sənə görə narahat oluram. Mən səni sevirəm. Övladlarımıza sevirəm. Sən mənim hər şeyimsən. Sən Rəbbim mənə verdiyi paysan. Sən bu sözləri biz övladlarımıza deməliyik ki, onlar nə dərəcədə vacibdirlər bizim üçün. Və bu sevgini biz onlara göstərməsək, bu münasibəti biz göstərməsək, onlar axı o sevgini başqa yerdə başlayacaqlar axtarmağa. Və Allah eləməsin, elə bir insan çıxar qabağına, hansı ki, yaxşı məsləhət verməyəcək və aparacaq başqa istiqamətdə. Amma biz ən azından Allahın sözünə uyğun olaraq əməkdaşlıq edirik, münasibətimizi davam edirik o insanla və həqiqətən də, məsəl üçün, belə bir şey də var. Çox vaxtı maddi cəhətdən o istiqamətdə mən baxıram deyə, uşağın da bəzən olur ki, hansısa istəkləri olur. Nəsə almaq istəyir, hansısa bir xoşuna gəldiyi bir şey var. Onu gəlir mənə deyir ki, ay papa, məsəl üçün, tutaq ki, biz siniflə harasa getmək istəyirik. Və bu məsələlərdə də yadındadır, biz çox ciddi bir qərar verdik ki, hə, yaxşı bir şeydir, siniflə bir yerdə harasa getmək gözəl bir şeydir. Amma sizə nəzarət eləyən kimsə olacaqmı? Əgər sizin başınızın üzərində müəllim mi deyim, və yaxud valideynlər mi deyim, kimlərsə olacaqsa və yaxud ehtiyac varmı ki, məsəl üçün, sən də gedəsən onlarla bir yerdə, hə, bu şərtlə razıyıq və bunu da kəskin şəkildə demədik. Yadındadırsa, biz birbaşa demədik ki, yox getməyəcəksən, amma başa salmayanda ki, niyə? O insan övladdır, o hər şey, o ancaq fikirləşir ki, getsin, gəlsin, şeylənsin, hardasa maraqlı bir vaxt keçirsin. Axı, onun istəyi də belə baxanda pis deyil. Amma biz valideyn kimi onun haqqında narahat oluruq ki, baxma, qız uşağıdır, qırağa gedərlər, hardasa olarlar və dünya şərdir. Bu günləri biz dünyada o qədər pisliyi görürük ki, və biz baxanda buna istəyirik ki, həmin vəziyyətlərdə övladın qəlbini də qırmayaq. Amma bu tərəfdən də izah eləyək. Başa salaq ki, biz bir valideyn kimi nədən narahatıq? Və ona etibar etdiyimizi bilərik. Onlar da onu bilməlidirlər. Amma bu tərəfdən də onlara başa salmalıyıq ki, biz sənə görə narahatıq. Və belə. Yəni, maraqlıdır doğrudan da. Bir şey də vurğulamaq istəyirəm. Deməli, uşaqlarla, yeniyetmələrlə münasibətdə şəxsi azadlığa hörmət etmək lazımdır. Yəni, biz başa düşməliyik ki, artıq bizim uşağımız bir şəxsiyyət kimi formalaşır və böyüyür, inkişaf eləyir. Yəni, biz ona əvvəlki kimi körpə uşaq kimi baxmalı deyilik. Bir şəxsiyyət kimi ona hörmət eləməliyik, onun fikir düşüncələrinə hörmət eləməliyik, onun dediklərinə hardasa qulaq asmalıyıq, ona yol göstərməliyik və hardasa düzdür, uşağımızın fikir düşüncəsinə qulaq asmalıyıq, dediklərinə qulaq asmalıyıq, amma ona bəzən də güzəştə getməyi bacarmalıyıq. Yəni, güzəştə getmək nə deməkdir? Yəni, onun şəxsiyyətinə toxunan hərəkətlərə yol verməmək, dediyi hər hansı bir şeylə razılaşmaq hardasa, onu başa salmaq, ona məsləhət vermək. Bax, uşaqları biz belə böyütməliyik və bəzən uşaqlar deməli,
nəsə Amma bəzən bizim yox yanımıza, cavabı da olmalıdır. bəli, Sözsüz ki, hər bir şeydə hə olmur. yanımıza gələndə biz hardasa onlara məsləhət verməliyik, amma onların üzərində o manipulyasiyanı biraz minimuma endirmək lazımdır. Yəni onlara biraz hardasa rahatlıq, sərbəstlik verməliyik, amma nəzarəti gələ biz əldən verməyək. Onlar yəni başa düşməlidirlər ki, biz bunları nə üçün edirik? Onları sevdiyimizdən, onlara yəni həqiqətən hər bir valideyn öz uşağını sevir, qoruyur. Ən birinci Rəbb qoruyur, Rəbb sevir hər bir uşağı və ikinci də uşaqlar bunu hiss eləməlidir öz valideynləri tərəfindən. Yəni mən bayaq da vurğuladım ki, gələk uşaq öz ata-anası ilə daha yaxın olsun və ata-anası ilə dost kimi olsun. Yəni belə münasibətlər qurmaq lazımdır uşaqlarımız arasında. Və onda o uşaqlar daha da çox bizə etibar edəcək, güvənəcək və daha da aramızda mehribançılıq, sülh, sevgi, Rəbbi məhəbbəti daha da böyüyəcək. Amma yenə də mən deyirəm ki, uşaqlara sərbəstlik versək də hardasa, onların şəxsiyyətinə toxunmasaq da, şəxsiyyət kimi formalaşmağına kömək eləsək də, onların üzərində nəzarətimizi gələk əldən verməyək və həmişə uşaqlarımızı Rəbbin tərbiyəsində böyütməyə Rəbdən güc, qüvvət, hikmət istəyək. Duada. Amin, amin. Bir yerə də istəyərdim toxunum. Bu müqəddəs kitabda Qanun kitabı 30-cu fəsil 6-cı ayədə yazılıb. Yazılıb ki, Allahınız Rəbb sizin ürəyinizi və övladlarınızın ürəklərini sünnət edəcək ki, Allahınız Rəbb bütün qəlbinizlə, bütün varlığı, Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və yaşayasınız. Amin. Amin. Və vacib bir şeydir. Nə qədər ki, biz Rəbbin dediyinə görə həm özümüzü tərbiyələndiririk bir valideyn kimi, həmçinin də uşaqları da tərbiyələndiririk ki, onların əsas baxışı da belə, götür-qoyu da belə və həmçinin də istəkləri də belə Rəbbin Allahın sözünə uyğun olsun. Və zaman-zaman yeniyetmələr öz narazılıqlarını bəzən ifadə edə bilərlər, amma bu ifadə etdikləri narazılığı da biz izah etməyə çalışsaq, bunu Allahın müqəddəs kitabına uyğun olaraq həlim, təvazökar, sakit, o durub başa salaraq biz izah etməyə çalışmalıyıq və ən vacib bir şeydir, dua etməliyik. Duasız heç bir insanı dəyişmək mümkün deyil. Hər bir şeyi bacaran duadır. Hər bir problemi həll eləyə biləcək vasitə də duadır. Bizim Rəbbimiz elə belə yerə demir ki, diləyin, sizə veriləcək. Axtarın, tapacaqsınız və qapını döyün, sizə açılacaq. Rəbbin qapısını döyək. Övladlarımızın doğrudan da ruhda, kəlamda bir gözəl bir xidmətçi olmağını istəyiriksə, dua edək. Övladlarımız üçün dua edək. Rəbb hər birinizə xeyir dua versin və hər birinizin evində sülh və əmin-amanlıq olsun. Bu bizim verilişimiz bu haqda idi ki, bizim övladlarla, yeniyetmə övladlarla bizim münasibətlərimiz gözəl olsun. Bunun üçün də Rəbbə yer verək, İsa Məsihə yer verək və hər bir şey gözəl olacaq. Rəbb hər birinizi qorusun, Rəbb hər birinizə xeyir dua versin. Sağlıqla qalın və gələn görüşlərdə başqa mövzularla. Təşəkkür edirəm ki, siz bizə qulaq asdınız və söz verirəm ki, gələn verişlərimiz daha da maraqlı olacaq və bizi izləməyi unutmayın əzizlərim. Sağ olun.